Salam dəyərli tələbələrim, bu günlər sizlərlə qısa art vlog hazırladım. Yəni bu rəsmimi bu halına necə keçdi, o formada bir video hazırlamaq istədim, yığmaq istədim. Bəlkə də sizə də motivasiya oldu, ideya sizə maraqlı oldu, siz də bir yerdə işləmək istədiniz. Yəni hansı texnikalardan istifadə etdiyim, hansı ölçülərdə olduğunu və neçə gün ərzində bunu yekunlaşdırdığım haqqında da sizə məlumat verəcəm. Bəli, mən hər dəfə, hər gün demək olar ki, marşrutla gedib gəlirəm, Astaralıyam və təbiətimizin gözəlliyi olsun, daim insana ilham verir, həmçinin Cənubi Zonası olsun, Azərbaycan hər bir bölgəsi olsun. İndi hal-hazırda Luyduya gedirəm və bizim Lənkəran Dövlət Universitetinin 2-ci korpusu təzə korpusdur və bizim üçün xüsusi bir yataqxananın alt hissəsində xüsusi musiqi və təsvir sənət müəllimliyi ixtisası üçün otaqlar hazırlanıb. Burada da əsərlər görürsünüz. Hər kursdan burada əl işi görə bilərsiniz. Koridorda asılıblar. Tabii görürsünüz ki, yavaşca da bunları göstərirəm. Və bu mənim rəsmimin ilk işidir. Əlbəttə ki, biz bu taxtaları, planşetləri özümüz hazırlamışıq. Yəni 1 metrənin 80-dadır və bunların üzərinə kağız natıçka eləmişik. Dediyim kimi eskizi hazırladıq. Əsas məsələ eskizidir. Sonra isə akvarel texnikası ilə mən başladım. Yəni neçə müddətə bitirdim. Demək olar ki, mən hansı ay idi? Fevraldan artıq biz mövzuları seçdik. Fevralın axırları artıq işləməyə başladıq və bu günlərdə təmiz yekunlaşdırdı. Mən çalışırdım ki, hər gün işləyim, biraz 2 saat, 1 saat, yarım saat, 15 dəqiqə. Hər dəfə biraz işləməyə çalışdım. Çünki mənim kompozisiyam çətin idi. İndi burada ortada bir xətt görəcəksiniz. 2 dənə vərəqi biz birləşdiririk. Yəni 1 metrin 80-da olması üçün. Ona görə indi belə xətt görəcəksiniz. Deyirsiniz ki, müəllim o xətti necə itirdiniz? Biz sonradan quaş texnikası ilə işlədiyimizə görə sonradan alındı. Mən həmçinin sifarişləri də qəbul edirdim. Yenidən təzədən universitetə gəlib işləyirdim. Və burada da işləmə prosesi yavaşla dərs prosesində işləyirdik. Yəni sakit bir formada çox xırda detallar var idi. Ona görə çox vaxt istafardı. Yəni mən bunu otursam bəlkə bir həftə bəlkə bitirdim. Yəni hər dəfə daimi formada heç bir işim gücüm olmasa bir həftəyə bitirmək olar. Ən uzağı 1 aya. Amma dediyim kimi bizdə dərs prosesində 2 saat, yəni həftədə 2 dəfə ya 1 dəfə olurdu. Onu işləyirdik. Bu da qrup yoldaşımın əl işidir, abstraktdır. Digər tələbə yoldaşım da dekorativ rəngkarlığa aid naturmort işləyir. Bunu da yavaş formada sizə göstərirəm. Və maraqlı işlər oldu. Hər biri 1 metrənin təqribən 80 oldu. Və dediyim kimi, həm də hazırlıq keçdiyimə görə müəyyən proseslərdə daim formada onu işləyə bilmirdim. Ona görə son günlərdə çatdırdı. Bunu da evə artıq aparıram. Ramkalatdırmaq üçün. Ramkalatdırmadım doğrusu. Çünki çərçivə tapmaq problemi idi. Şüşə kəsmək çətin idi. Mən də babanın emalatxanasına gəldim və burada tez bir formada mənə kömək elədi və qıraqlarını taxta ilə hazırladı. Sonra isə mən bunu evə aparacaqdım. Üzərini kağızlarla örtərək qıraqlarını sprey boyalarla ağardacaqdım. Yəni planım bu idi. Sonra isə gətirdim evə, biraz müşahidə elədim, nələr eləyə bilərəm, eləyə bilmərəm. Yəni siz də öz işinizə hər dəfə uzaqdan baxın, kimisə rəyinə qulaq asın. Əlbəttə ki, bilən bir insana qulaq asın. Onun qıraqdan da baxmaq lazımdır və yekun mərhələ 3 tələbəyik, 3 magistrantıq və üçümüzün də işi tam hazır. Yəni 2-ci semestrdə belə yola verdik. Məncə də hər birimizin işi bir-birindən gözəldir. Mən də öz işimi sevdim. Amma kaş daha da yaxşı ola bilərdi deyərdim. Çünki vaxt məsələsi həqiqətən insanı tələsir. Amma yenə də gözəl olduğunu bilirəm. Daha da irəliyə gedəcəyimizə, daha da gözəl işlər işləyəcəyimizə də əminəm. Və burada da ad, soyad, magistr adını və müəllimimizin adını qeyd etdik. İşimiz bu qədər. Sonra isə biraz sizə otağı gəzdirirəm. Bizim rəsmimiz otağımız bu formadadır. Heykəllərdən, qablardan, digər tələbələrin kurs işlərindən nümunələr divar üzərində görə bilərsiniz. Hər biri divarları bəzəyir. Həqiqətən adam baxdıqca ürəyi açılır. Universitetin lifti və indi evə gedirəm. Artıq gün qutardı. İşimiz bitdi. İşimizi təhvil aldı. Verdik və qiymətlərimizi də aldıq. Ümid edirəm videonu bəyəndiniz. Bəlkə də sizə motivasiya oldu. Məqsəd o idi. Hələlik dostlar.